Salam əzizlərim, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün axşam yeməyinə boranlı aş və yanına duzlu balıq hazırladım. İlk növbədə soğanları xırda doğrayıb, üzərinə duz əlavə edib ovxaladım. Daha sonra öncədən doğrayıb buzluğa qoyduğum boranları, turşunu, duz, istiot və zövqə görə şəkər əlavə etdim. Qarışdırıb bir kənara qoydum. Öncədən islatdığım düyünü qaynayan suya əlavə edib, alaçı bişənə qədər gözlədim. Onu süzüb bir kənara qoydum. Qazanın dibinə kərə yağı əlavə edib, üzərinə boranı düyüb, qat-qat edib, ən sonda da kərə yağı əlavə edib dəmləməyə qoydum. O dəmlənənə qədər mən də balığın içini təmizlədim, 2 yerə böldüm. Onu yaxşı-yaxşı yudum. Daha sonra yağlı kağıza büküb, tavaya qoyub, üzərinə də su əlavə edib bişməyə qoydum. Artıq yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Allah hər kəsin süfrəsini bol, ruzlu, bərəkətli etsin inşallah.